evdəki Wi-Fi-ya neçə nəfərin qoşulduğunu, kimlərin qoşulduğunu və istədiyimiz şəxsləri oradan necə silə bilərik, indi videomda göstərəcəm dostlar. İlk öncə sizdən bir xahişim var. Videomu bəyənməyi, kanalıma abunə olmağı unutmayın ki, belə videoları qaçırmayasınız. Əlahəzrət suallarınız varsa şərh bölməsinə də yazmağı unutmayın. İndi keçək videomuza və Wi-Fi-mizdəki hər hansısa bir şəxsi oradan necə silə bilərik və yaxud da kimlərin qoşulduğunu necə bilə bilərik. İndi bilirsiniz ki, bu evdəki Wi-Fi-lərə gedirlər, o qoşulur, bu qoşulur. Yəni gizlin kimlərsə bir-birinə parol ötülüb qoşulur. Bilirsiniz, Wi-Fi-nin sürəti zəifləyir və dostlar, interneti özümüz düzgün istifadə edə bilmirik. İndi gəlin göstərim ki, o həmin şəxsləri oradan necə silə bilərik və neçə nəfər bizim Wi-Fi-mizə qoşulub, kimlər qidalanıb, baxaq. İlk öncə nə edirik? Telefonumuza giririk. Telefonumuz həmin özümüzün evdəki Wi-Fi-miza qoşulu şəkildə. Və buradan Google-a daxil oluruq. Buradan bu kodu, IP adresini yazırıq. 192.168.100.1. Bu Huawei modemləri üçündür. Buradan belə bir səhifə gəldi. Buradan giriş, Wi-Fi-mizin arxasındakı kodu və şifrəni daxil olub öz səhifəmizə keçid edirik. Buradan və öz parolumu da bura yapışdırıram və giriş edirəm. Buradan dostlar belə bir səhifə açıldı. Yəni bunu telefonla edirsiniz. Diqqətlə izləyin ki, sonra sizə problem olmasın. Çox rahatdır, sadədir. Siz də rahatlıqla bunu eləyə bilərsiniz. Belə bir səhifə açıldı və buradan yaxınlaşdırırıq bu qaydada belə. Yaxınlaşdırırıq buradan. Burada gördüyünüz kimi belə bir yazılar gəlir, gelişmiş sistem bilgiləri, tek tıklama ana sayfa falan. Buradan indi nə edirik? Sistem bilgiləri var. Bunun üstünə klikləyirik. Buradan belə bir səhifələr açılır. Belə bir səhifələrdə buradan VLAN yazılan var. Bura girib buradan başqa bir özəlliklərə, yəni 5 GHz sürətinə də buradan tezliyini çevirə bilərik. Yəni sürət başqa şey, tezlik başqa şey. 5 GHz tezliyini buradan çevirə də bilərik. Amma bizim hazırki məqsədimiz deyək ki, istədiyimiz şəxsləri oradan görə bilək, kimlər qoşulub. Buradan kullanıcı ağı bilgiləri var, ən aşağıdakı. Bura keçid edirik bu bölməyə və burada bir qədər gözləyirik. Gözlədikdən sonra gördüyünüz kimi buradakı telefonlar hamısı bizim Wi-Fi-ya qoşulu telefonlardır. Burada aşağıda Redmi-lər var. Bu Redmi-ləri biz buradan silək ki, getsin. Çünki bizim evin telefonları deyil, yad adamlarındır. Bəs bunu necə etməliyik? Bunun üçün dostlar, bu qaydada işarələyirik istədiyimiz telefonları. İşarələdikdən sonra bu tərəfə gəlirik. Burada delete var. Bunun üstünə basırıq və buradan tamam deyirik. Bir qədər gözləyirik və gördüyünüz kimi bunu da silirik. Bu da bizə aid deyil. Və buradan yenə delete verib tamam deyirik. Və istədiyimiz şəxsləri buradan silirik və rahat bir şəkildə yenə istifadəsinə davam edirik. Bu qədər sadə. Videom faydalı olsa bəyənməyi və takip atmağı unutmayın. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşərik. Əgər kimsə sualı varsa aşağıda şərh bölməsində də yazmağı unutmayın dostlar. Hələlik.